May ayının 30'unda Tərtər rayonunun Qızılova kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhmədoğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Qızılova kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış, dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Mina Təmizləmə Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır. Tərtər rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə 35-ci ay 2025-ci il saat 19:35-də minaya düşmə səbəbi ilə xəsarət alan bir nəfər Tərtər rayon Qaradağlı kənd sakini Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bildirilib ki, 1978-ci il təvəllüdlü kişi cinsli şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib. Həmin şəxs daha sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına göndərilib.